Salam şagirdlər, bu videoda Güvənin 8-ci siniflər üçün dərs vəsaiti kitabından monitorik sınağı 1-in bütün testlərinin izahına baxacağıq. Videoların davamı üçün kanala abunə olmağı, bəyənməyi və yazmağı unutmayın. Gəlin uşaqlar, monitorik sınağı 1-in birinci sualına baxaq. Bizə birinci sualda verib ki, 24 bölək kökdə 12 kəsirinin məxrəcini irrasionaldan azad edin. Uşaqlar, kəsirin məxrəcini irrasionaldan azad etmək üçün kəsirin sürətini də, məxrəcini də onun qoşmasına vururuq. Bu kök hətta 12-nin qoşması nə idi? Elə kök hətta 12-dir. Buranın da kök hətta 12, kök hətta 12 əvəzdir 12, sürətdə də 24 kökdə 12. Burada 24 ilə 12 ixtisar gedir. Qalır 2 kökdə 12. 2 kökdə 12-ni də 2 kökdə 12-ni 4 vur 3 şəklində yazsaq, 4-dən 2 kökdən çıxacaq bayrağı olacaq 2 vur 2 kökdə 3 qalacaq. Yəni 4 kökdə 3 cavabımız olar C variantı. İkinci sualda isə yan tərəfi 15 cm olan oturacağa çəkilmiş hündürlüyü 12 olan bərabərində tutacaq. Deməli, bərabərində tutacaq verib bizə yan tərəfi 15-dir. Bərabərində olduğu üçün 2 tərəfi 15-dir. Hündürlüyü isə 12-dir. Hündürlüyü uşaqlar 12-dir. Bu bərabər yanlı olduğu üçün qarşı tərəfi, yəni oturacağı yarı bölüb hündürlüyü. Doğrudurmu? 15-in kvadratından 12-in kvadratını çıxsam, üstündən oturacağını soruşur da, buranı taparım. Bu da buna bərabər olduğu üçün, deməli, buranın x-i tapıb 2-yə vursam, mənə bütöv oturacağı verəcək və oturacağı soruşur məndən. Uşaqlar, mən x-in kvadratı bərabərli yazıram, 15-in kvadratı çıxaq 12-nin kvadratı. Bu nəyə görədir? Pifagora görədir. Burada x-in kvadratı bərabərdir. Kvadratlar fərqin hansı şəklində yazsam, 15 çıxaq 12, bir dəfə də 15 üstə gəl 12 şəklində yazsam, alaram nə? 15-dən 12 çıxanda 3, cəmi hissələr 27. 3-ü 27-yə vəndələyir 81. Kvadratı 81 olan hansı ədəd var? X bərabər təbii ki 9. İndi x 9-dursa, bu da 9-dur. Bütöv oturacaq nədir? 9 isə 9, 18 cm. Cavabımız B variantı. Üçüncü sualda isə bizə verib kx kvadratı çıxaq x çıxaq 16 bərabər 0. Kvadrat tənliyin kökləri cəmi 0.5-dir. Uşaqlar, kökləri cəmi biz hansı kvadrat tənlikdə demişdik? Demişdik ki, çevrilmiş kvadrat tənlikdə. Yəni, bunu çevrilmiş kvadrat tənliyə getirsəm, yəni a əmsalına bölsəm, x kvadratı çıxaq x bölək k çıxaq 16 bölək k bərabər 0. Bu olduğu ki, çevrilmiş kvadrat tənlik. Bu halda mən x1 ilə x2-nin, yəni köklər cəminin x bölək k olduğunu bilirəm. Düzdür, əks işarələ ikinci ədədin əmsalı. Düzdürmü? Daha doğrusu x yox, üzr istəyirəm. 1 bölək k olduğunu bilirəm. Çünki bu 1 bölək k dənə x-ı da ikinci. İndi nə edirəm? Mən tapdım köklər cəmi bu. İndi bizə deyir ki, kökləri cəmi 0.5 olarsa, yəni 1 bölək k bərabər 0.5 nədir? 2-də 1 deməkdir. Onda burada k nəyə bərabərdir? 2-yə. Düzdürmü? Kökləri hasilini tapın. Kökləri hasili nədir? Baxın. Mənfi 16 bölək k-dır. Düzdür? Kökləri cəmini tapdım. Daha doğrusu üzr istəyirəm. K-nı tapdım 2. İndi kökləri hasili x1 vur x2-dir. O da mənfi 16 bölək k-dır. İndi k-nı 2 tapmışam deyə mənfiyə dəymirəm. 16 bölək 7 yazıram 2. O da eləyər mənfi 8. Cavabımız D variantı. Bəli. Mənfi 8 olar. Və dördüncü sualda isə 2 bucaq 30 olan və oturacaqlar fərqi 6 cm bərabərən trapesiyanın, trapesiya verib bizə və iti bucağımızda dir 30'dur. Bərabər yanlı deyirsə, onda burada 30'dur. Və bu yanlarda bərabərdir. Kvadrat daha doğrusu deyir ki, oturacaqların fərqi 6'dır. Bura olsun A, uşaqlar, bura olsun B. Yəni biz A-dan B-nə çıxanda neçə idir? 6 idir. Bərabərin tərəfi yan tərəf soruşur. Necə taparıq? Uşaqlar, gəlin buradan bir hündürlük çəkək. Buradan da bir hündürlük çəkək. Bax, buranın biz B olduğunu bilirik. Paralel köçüşlükdə, bax, bunu paralel köçüşlükdə burada B. Burayla burada
bir-birinə bərabər olduğunu bilirik. Düzdürmü? Və bilirəm ki, 30 dərəcəli qarşısındakı bu katet, yəni hündürlük hipotenuzun yarısıdır. Bura h-dırsa, düzdürmü, hündürlükdürsə, bura olur necə 2h. İndi bura yenə h-dırsa, bura olur 2h, düzdürmü? Bərabər yanında olduğu kimi qalır. Aha. Bura isə uşaqlar, bax, bura ilə buranın bütöv ikisinin cəmi nədir? Bu, mən bütöv buradan buradır. Buradan bu B-ni çıxsam, bura ilə buranın cəmi eləyər, düzdür? Yəni, A-dan B-ni çıxanda 6 eləyir. Deməli, bura ilə buranın cəmi 6-dırsa, deməli, bura 3-dür, bura da 3-dür. Axı, bir-birinə bərabərdir. İndi bura 3-dürsə, buranın da 60 dərəcə olduğunu bilirəm. Mən deyirdim ki, daha doğrusu mən yox, biz deyirdik ki, 60 dərəcəli bucaq qarşısındakı katet, yəni bu 3, diqqətlə baxın, 60 dərəcə qarşısındakı katet, 60 dərəcə bucaq qarşısındakı katet, digər katetdən, kök həddə 3 dəfə böyükdür. Mən yəni h-ı kök həddə 3-ə vursam, 3 eləyər. Baxın, deyirəm, 60 dərəcəli bucaq qarşısındakı katet, yəni 3, digər katetdən, yəni h-dan kök həddə 3 dəfə böyükdür. Düzdürmü? Aha. Mən burada h-ı tapıram nə? 3 bölək kök həddə 3. Bu da deyir kök həddə 3. Düzdür? Deməli, bu h-ı tapdım kök həddə 3. Düzdürmü? Burada 2h-da 2 vurar kök həddə 3. Yəni 2 kökdə 3. Bizə tərəfi soruşur, 2 kök həddə 3 santimetr. Cavabımız olar D variantı. Sonra 5-ci sualda isə x kubu y çıxal x y kubu bölək x plus y. Uşaqlar, mən burada x y mötərizə xaricinə çıxarsam, qalar x-in kvadrat minus y-in kvadrat. Bir də x plus y-ə dəymirəm. Uşaqlar, bu kvadratlar fərqin, sürətdəki kvadratlar fərqin, mən kvadratların, daha doğrusu, hasil şəklində yazsam, x y-ə dəymirəm, kvadratlar fərqini yazıram, bir dəfə x minus y, bir də x plus y. Düzdürmü? Böyle x plus y. Burada x plus y ilə x plus y ixtisar olunur. Qalır x y bura, x çıxal y. Bunu da belə cavab verməyib, amma açılmış şəkildə verib. Yəni x kvadrat y çıxal x y-in kvadratı. Bu şəkildə. Belə bir cavab A variantında yer alır. Cavabımız olar A variantı. Daha sonra 6-cı sualda isə aşağıdakilerden hansı doğru değil? Baxaq, şöyle birincisi verib 2'nin üstü mənfi 2 vur 2'nin üstü 2. Şöyle biz deyirdik ki, əsaslar bərabərsə vurulanda üstlər nə olurdu? Toplanırdı. Toplananda alınır nə? 2 üstü 0, 0 üstü 1'ə bərabər olduğunu bilirik. Bu yanlışdır. Doğru değil deyir, cavabımız olur A variantı. Belə. Sonra 7-ci suala baxırıq. Aşağıdaki tənliklərdən hansının yalnız bir kökü sıfıra bərabərdir? Aha, aşağıdaki tənliklər sıfıra. Uşaqlar, birinci sualda, daha doğrusu birinci cavabda x kvadrat bərabər 0, kvadratda sıfıra bərabər olan bir dənə 0 var. Yəni hər iki köşək 0'dır. Bu heç. Sonra verib bizə x kvadratı üstə gəl x bərabər 0. Buradan x-in mötərizə xaricinə çıxarsam, qalır x plus 1 bərabər 0. H-sı 0'dır. Bir dəfə x 0'dır. Bir də x plus 1 bərabər 0'dır. Yəni x mənfi 1'dir. Köklərinin biri 0, biri mənfi 1. Nə oldu? Köklərindən biri 0'a bərabər oldu. Düzdürmü? Onda bizim cavabımız olur B variantı. Bizə deyir ki, yalnız bir kökü 0'a bərabərdir. Bu da oldu B variantı. Sonra 8'də isə trapeziyanın diagonalı uzunluğu 15 cm olan orta xəttini 2 nisbətində bölür. Aha, gəlin trapeziya çəkək. Bu olsun trapeziyamız, diagonalı. Bu da olsun onun orta xətti. Düzdürmü? Aha. Deyir ki, diagonalın uzunluğu 15 cm olan orta xətti. Deməli, orta xəttin uzunluğu, orta xətti yazıram inşallah M. 15 santimetrdir. Və onu 2K, 3K nisbətində bölür. Düzdürmü? Deyir, 2, 3 nisbətində bölür. Yəni 2K ilə 3K'nın cəmi bizə orta xətti verir. Yəni 15 santimetr verir. Alıram 5K bərabərdir 15.
K-nı tapmaq üçün 15-i 5-ə böləm. Deyir 3 sm. Deməli K-nı 2-ni 3-ə vuranda deyir bu 6, bu da 9 sm. Bizə deyir ki, bu trapesiyanın kiçik oturacağını tap. Uşaqlar baxın, burada bir üçbucağı var. Diqqətlə baxsaq görürsünüz. Düzdürmü? Bu üçbucağın orta xətti bu 2K-dır. Yəni 6-dır. İndi üçbucağın, bax təsəvvür edin ki, belə bir üçbucaq verib. Üçbucağın orta xətti 6-dırsa, onun oturacağı nədir? 12-dir. Düzdürmü? Onda bura oldu 12. Bu qədər. Yəni orta xətt 6-dırsa, bu oturacaq da həmin üçbucağın oturacağı oldu 12 sm. Canımız D variantı. 9-cu sualda isə deməli 1.200.000 nədir o elə? 1.200.000 hə. 1.200.000. Aha. Ədədini standart şəklə gətirin və tərtibini deyin. Uşaqlar biz deyirdik ki, standart şəkildə R, yəni qiymətli hissə və yaxud əmsal 1 ilə 10 arasındaydı. Düzdürmü? Yəni biz bunu 1,2 vuraq, yəni R-i, yəni əmsalı belə deyim, 1 ilə 10 arasında yazacağıq da, düzdürmü? 1,2 vuraq, 10 üstü 1, 2, 3, 4, 5, 6'dır. 10 üstü 6. İndi bizə nə deyir? Bu oldu ədədin standart şəkli. Bizə deyir standart şəkli gətirin və tərtibini tapın. Tərtibin isə oldu 6 cavabımız C var. Sonra 10-cu sualda bilməsəz uşaqlar standart şəkil mövzusuna gedin. Sadə bir şey yəni görəcək, yadınıza düşəcək. 10-cu sualda görək nə verib belə. Deməli A nöqtəsi, bu da B nöqtəsi. Şəkillər əsasında AB nöqtəsi arasındakı məsafəni tapın. Uşaqlar bu məsafəni soruşuruz. Gəlin biz buradan oturacağa belə deyim. Bir paralel xətt çəkək. Bu oturacaq nədirsə uzunluğu bu da olur. Bu heç bilmir. A-nın ümumi hündürlüyü 22-dir. B-də 10-dur. Düzdür? Burada 16-dır. Bura 16-dırsa bu da oldu 16. Düzdürmü? Axı oturacağa tam paralel çəkmişəm də, düzdürmü? Bir də paralel köçürmüşəm. Bunu bu 16-nı bura paralel köçürmüşəm. İndi buradan bura 10'dursa, deməli bu məsafədə bax bu 10 olan tərəfdə burada paraleldir, düzdürmü? Yenə paralel köçürmüşəm də. Bu da 10. Deməli bura qalır neçə? 22 çıxaq 10, 12. İndi bura 12-dir. Bura 16-dır. Və AB məsafəsinin olar x. Deməli x-in kvadratı bərabər Pifaqor teoremi görə 12-nin kvadratı üstəgəl 16-nın kvadratı. Alırıq burada nə? X-in kvadratı bərabər 144 üstəgəl 256. Yəni x-in kvadratı bərabər 400, x bərabərdir 20. Yəni AB məsafəsi olar 20 cm. Cavabımız 20 cm. Arada cavab C variantında var. Sonra 11'də isə 36 minus 2x kvadratı bərabərdir 18. Tənini həll edin. Sonra nə edirik? 2x kvadratı bərabər nəyə? 36 çıxaq 18, yəni 18-ə. X kvadratı bərabər 18 bölü 2-dir 9. X bərabər kvadrat 9-a bərabər olan 2 dənə də var. Plus minus 3. Cavabımız C variantı. Sonra 11 yazdı. 12'ye baxırıq. Rombun diagonallarından biri tərəfi ilə 70 dərəcə uzağa gətirirsə. Uşaqlar rombu parallelogram formada çəkəcəm. Sadəcə tərəflərini bərabər yazacağım deyə başa düşəcəksiniz ki, bu romb. Baxın yazıram A, 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 A. Yəni parallelogram oxşamağına baxmayaraq romb. Romb özü nədir? Bütün tərəflər bərabər olan paralelogramda nə fərq var? Əslində dördbucaqlı, amma parallelogram özü romb ola bilir. Amma romb parallelogram ola bilmir. Yəni bütün tərəflər bərabər olan parallelogram olur romb. Aha, deyir ki, rombun diagonallarından gəlin bir dənə diagonal çək. Diagonal deyil də, hə? Aha, gəlin bu diagonal götürək tək. Deyir ki, rombun diagonallarından biri tərəfi ilə 70 dərəcə uzağa gətirirsə. Tutaq ki, bu tərəfdən gətirsin 70 dərəcə. Aha. Rombun nə idi? Qarşı bucaqlar birbirine bərabər idi, düzdürmü?
Aha. Deyir ki 70 dərəcə bucağına gətirirsə və bütün tərklər bərabərsə, bura bərabərsə, deməli bu bərabər yanlı üçbucaq, düzdürmü? Burada 70-dir. 70, 70, 140. Bura onda qalır 40 dərəcə. Düzdürmü? Sonra nə deyir? Digər diaqonalın tərəf ilə əməliyyat edib bucağı tap. Digər diaqonal olsun hansı bu bucaq? Daha doğrusu bu diaqonal. İndi deyir ki, bu 40-ı silək, buradan bizə mane olmasın deyə. Aha. Deyir ki, digər diaqonalın tərəf ilə əməliyyat edib bucağı tap. Digər diaqonalın bax buranı tərəf ilə əməliyyat edib bucağı. Bütöv 40 idi, yarıya bölündürür 20-də. Çünki rombun diaqonalları bucağının tən bölənidir. Bura 23-sə, burada 20. Cavabımız olar A variantı 20 dərəcə. 13-cü sualda isə uşaqlar. X-in hansı qiymətində 3x minus 6 bölü 2x minus 6 ifadəsinin mənası yoxdur. Uşaqlar, kəsrən nə vaxt mənası yoxdur? Kəsrən nə vaxt mənası yoxdur ki, məxrəc 0-a bərabər olanda. Yəni 2x minus 6-nı biz 0-a bərabər götürsək, 2x bərabərdir 6, x bərabər 6 bölü 2, 3. X-in 3 qiymətində bu verilən ifadənin, mənası təbii ki yoxdur. Cavabımız olar A variantı. 14-də isə baxa 14-də. 14-də bizə verib ki, kökdə 48 çıx kökdə 12 vur kökdə 3. Uşaqlar, kökdə 48 nə deməkdir? 2 kökdə 12 deməkdir. Düzdürmü? Çıxaq kökdə 12, vuraq kökdə 3. 2 kökdə 12-dən 1 dənə kökdə 12 çıxanda qalır 1 dənə kökdə 12. Onu da kökdə 3-ə vuranda eləyir kökdə 12 vur 3, yəni 36. Kökdə 36-dan da 1/6 çıxır da. Cavabımız olur D variantı. 15-də isə çevrə mərkəzindən, gəlin bir çevrəmizi çəkək və onun mərkəzini qoyaq. Aha, çevrə mərkəzindən uzunluğu 12 sm olan vətərə qədər məsafə 8. Aha. Deməli, burada bir vətərimiz var. Uzunluğu da 12 sm-dir. Və bu mərkəzdən vətərə qədər olan məsafə deyəndə biz düz götürürük, hündürlük götürürük. 8-dir. Aha. Olarsa çevrənin uzunluğunu tap. Çevrənin uzunluğu L. L soruşur. L bərabər nəyə deyir uşaqlar? 2pi r. Yəni 2pi vuraq radiusa bərabər edir. Deməli, mən nəyi tapmalıyam? Təbii ki, radiusu tapmalıyam. Bu da radiusdur, bu da nədir? Radiusdur. Düzdürmü? Bu bərabər yanlı olduğu üçün, niyə bərabərdir? Çünki bax, burada yerdir, burada oldu, bərabər yanlı. Bu alfadır, bu da alfadır, bərabər yanlı üçbucaqdır. Ona görə bu çəkilən hündürlük vətəri yarı bölür. Bura 12 isə, bura oldu 6, bura oldu 6. İndi Pifaqorla bu düzbucaqlı üçbucaqdan mən yazıram radiusun kvadratı bərabərdir 8-in kvadratı ilə 6-ın kvadratının cəmi. Buradan radiusun kvadratı 64, 36, 100. Radius tapıram 10. Aha, radius 10-dursa 2pi yerinə də uzunluğu tapacağım. L bərabərdir 2pi vuraq, radiusu 10. Eləyir 20 pi santimetr. Cavabımız olar 20 pi santimetr. A variantı. Bu qədər rahat yəni. Sonra 16-da isə bizə deyir kökləri, yəni x1 bərabər -5, x2 bərabərdir 4 olan kvadrat tənlik aşağıdakilərdən hansıdır? Uşaqlar, biz dedik ki, kökləri x1, x2 olan kvadrat tənlik qurmaq üçün deyirik x kvadrat. Çıxaq px üstə gəl q şəklində olan tənliyə deyirik çevrilmiş kvadrat tənlik. Nə vaxt? Deyirik x1 ilə x2-nin cəmi p-yə, x1 ilə x2-nin hasili isə q-yə bərabər idi. Və yaxud bunu bu şəkildə verib qarşı mənfi ata bilərik. Deyirik, bu şəkildə olan çevrilmiş kvadrat tənliyə deyirik, daha doğrusu bu şəkildə olan tənliyə çevrilmiş kvadrat tənliyə deyirik. Deyirik, köklər cəmi əks şərlə ikinci həddin əmsalına, yəni x-in əmsalına, hasil isə q-yə bərabər. İndi yazıram nə? x1-imiz də var, x2-miz də. Gətirib sadəcə burada yerinə qoyacağım. Yazıram nə? -5 üstə gəl 4 bərabərdir, -p olmalıdır. Bir də -5 vur 4 isə q olmalıdır. Buradan p-nin q-ni tapacaq. Bu cəm eləyir -1. -1 -p isə p özü nədir? 1-dir. Düzdürmü? Bəs q nədir? -20-dir. Götürüb yerinə qoysam, yazacağım x kvadratı
Üstə gələk px, yəni bir dənə x kök 20 bərabər 0. Doğru mən cavab. Belə bir cavab harda var? B variantında yer alır. 17-də isə tərəflərin nisbəti 2, 3 olan düzbucağının deməli bura 2k olsun, bura olsun 3k. Aha, 2 nisbətində olan düzbucağın böyük tərəfi 12-dir. Yəni böyük tərəf burada 3k, əgər 12-dirsə, k-nı tapıram 12 böl 3, yəni 4. Deməli böyük tərəf 12-dirsə, kiçik tərəf 2 vur 4, yəni 8-dir. Aha, bizə nə? Perimetrini tap. Perimetr nə idi? 8 ilə 12 tərəfləri cəminin 2-dir. Bu da 40 cm. Cavabımız C variantı. 18-ə baxırıq. Bizə verib x böl x plus y üstə gəl y böl x minus y ifadəsini sadələşdirin. Şöyle orta məxrəci gətirirəm. Bunların hasili. Düzdür. Buna böləndə x çıxar y, yəni x kvadrat çıxar x y üstə gəl cəmi x y üstə gələ y kvadrat bərabər. Sürətdə bizdə nə alınır? X kvadrat üstə gələ y kvadratı. Məxrəcə isə x kvadrat çıxar y kvadrat. Canımız oldu belə. Yəni A variantı. 19-da isə bizə verib kökdə mənfi 2-nin üstü 4 bura 3-ün kvadratı. İfadəni ki, məndə hesablayın. Şöyle mənfi 2-nin üstü cüt dərəcədən təbii ki, müsbətləyəcək. Müsbət 2-nin üstü 4-dən çıxır 4. Yəni 2-nin üstü 4 eləyir 16. 16-dan çıxır 4. 3-ün kvadratından da bir dənə 3 çıxır. 4-ü isə 3-ə vuranda eləyir 12. Cavabımız C variantı. 20-ci sualda isə neçə sualdır? 25 sual ümumilikdə. 20 aşağıdakilərdən hansı itibucalı tutan tərəfləri ola bilər? Aha. Alfa, beta, olsun gamma. Gəlin bura x deyək, bura y deyək, bura z deyək. Deyirdik ki, deməli, itibucalı itibucalı necə idi? Aha, iki tərəfin cəmi üçüncüdən iki tərəfin cəmi üçüncüdən böyük bir də saniyə üçbucağın bir tərəfi digər iki tərəfin cəmindən kiçik, fərqindən böyük olmalıdır. Düzdür? Yəni z x üstə gəl y-dən kiçik, x çıxar y modulundan isə böyük olmalıdır. Düzdürmü? İndi baxırıq tutaq ki A variantına. A variantına. Deyirik ki, tutaq ki bir tərəf olsun 4-dən 6. Düzdür? Gəlin yoxlayaq. 4, 6 tutaq ki yazıram 8. Deməli 8 görək həqiqətən ödəyirmi? 4-ün 6-nı cəmləyir 10. Fərqi isə 2. Bu ödəyir. Sonra 5, 7, 9. Gəlin böyük götürək. 9 həqiqətən ümumiyyətlə uşaqlar bunun hər birini yoxlasaq, bu üçbucağa görə hər biri ödəyir. Hər biri ödəyir. Amma yəni çünki digər iki tərəfin cəmi həqiqətən üçüncüdən böyükdür. Və yaxud fərqi nəysə, daha doğrusu üçüncüdən kiçikdir. Üçüncüdən böyükdür, amma fərqindən isə kiçikdir. Deməli mən baxıram nəyə? İtibucaqlı olması üçün nə olmalıydı? Bu iki tərəfin kvadratları cəmi isə yazıram, bura x, y, z demişdik də. Bir saniyə. X, y, bura z demişdik. X kvadratı ilə y kvadratının cəmi isə z kvadratından kiçik olmalıdır. Çünki əgər x kvadratı ilə y kvadratının cəmi bizə z kvadratını versəydi, biz ona düzbucaqlı üçbucaq deyərdik. Düzdürmü? Və yaxud x kvadratı ilə y kvadratının cəmi z kvadratından böyük olsa, biz ona kör bucaqlı üçbucaq deyərdik.
Amma iti bucaqlı olması üçün mütləq şəkildə bu şərt ödənməlidir. Yəni 4-ün kvadratı ilə 6-ın kvadratının cəmi bizə nə eləyir? Deməli, eləyir 16 üstə gələk 36. Nə eləyir? 64-dən kiçikdir. Düzdür? Bu doğrudur. Gəlin digərinə baxaq, B-yə baxaq. Belə cavabımız zaten budur. A variantı cavab. Çünki bu şərt ödəyir. Amma digərində bax 5-in kvadratı 25-dir. 25'dir. 7'nin kvadratı ise 49'dur. 81'den kiçikliyir. Aha. Bu da ödəyir axı əslində. Və C variantında isə 6-nın kvadratı ilə 8-in kvadratının cəmi nə edir? 10-un kvadratı edir. Bu düzbucaqlı üçbucaqlı bu ödəmir. Amma D variantında 7-nin kvadratı 49 edir. 9-un kvadratı 81 edir. 11-in kvadratı 121 edir. Bu neçə eləyir ümumidə? Deməli 50 üstə 81, 130 deyir. Bu bundan böyükdür. Düzdür? Cavabımız oldu uşaqlar nə? Deməli bu da oldu nə? Bu körbucaq oldu. Cavabımız oldu. Əslində uşaqlar A ilə B hər ikisi ödəyir. Yəni B variantı da doğrudur. Amma indi A, B hansı variantı götürübsə birini seçərsiniz. Amma A da doğrudur, B də doğrudur. Əslində hər ikisi iti bucaqlı üstbucaq ola bilər. Sonra 21-də isə bizə verib x kvadrat minus 8x çıxaq 33 bərabərdir 0. Kvadrat tənliyinin kökləri fərqinin modunu tap. Deməli, kvadrat tənliyinin kökləri fərqinin modunu tap. Yəni, x1 çıx, x2-ni tapacaq. Sonra, yəni, 2-dən kök tapacaq. Böyükdən balacanı çıxacaq, olacaq onun modulu. Neyniyək? Nə deyir? Biz də sənə köklərin fərqini... Heç nə, köklərini tapacaq, bir də fərqini tapacaq. Deməli, cəmi uşaqlar 8 eləsin. Gəlin V7 nə yazaq? x1 ilə x2-nin cəmi 8-dir. x1 ilə x2-nin hasili isə mənfi 33-dür. Hansı ədədlər olar? Təbii ki, olar 11, x2 də bərabərdir mənfi 3. Mənfi 3 11-in cəmi həqiqətən 8 verir. Hasil isə mənfi 33-ü verir. İndi bunun fərqinin modulunu tapsaq, fərqinin modulu. Gəlin baxaq. x1 fərqsi 11 çıxaq mənfi 3-ün modulu. Bu da 14. Cavabımız olar. Elə bir başa üstündə yazıram. 14. 22-də isə deyir M nöqtəsi AB parçasının orta nöqtəsidir. Gəlin o şəkli mən çəkim. Deməli bu A nöqtəsi, bu B nöqtəsi, M nöqtəsi deyir. Bunların tək ortasıdır. Biraz uşaqlar səliqəsiz çəkə bilərəm. Yəni anlaşdı qarşımda. Zəhmət olmaz. Bu da hündürlükdür, hündürlükdür və hündürlükdür. Aha. Nə deyir bizə? Orta nöqtəsidir. Yəni aha, bu məsafələr birbirine bərabərdir. Bundan bu birbirine bərabərdir. Bu B deyil, M'dir. Deyir ki, A və B nöqtələrindən A düz xəttinə qədər məsafələr uyğun olaraq 12, 16-dır. Bura 12-dir. Bura isə 16. Aha. B nöqtəsindən A düz xəttinə qədər məsafəni tap. Daha doğrusu 16 olan buradır. B'dən buranı soruşur. Uşaqlar, bu belə deyim də, telefonu 90 dərəcə sağa çevirin. 90 dərəcə. Orada nə görəcəksiniz? Baxın deyim nə görəcəksiniz. Orada belə bir düzbucaqlı trapeziya görəcəksiniz. Bura 12 olacaq. Bura 16 olacaq. Burada x olacaq. Düzdürmü? İndi trapeziyanın oturacağını necə tapırıq orta xətti varsa? Biz bilirik ki, trapeziyanın oturacaqlarının cəminin yarısı bizə orta xətti verir. Düzdürmü? Biz x üstə 12-ni bərabərdə 16 bölü 2, 32 kimi yazsa, x bərabər nə alır? 20 cm. Deməli, bizim böyük oturacağımız 20 cm bərabərmiş. Bu qədər sadə.
Cavabımız olar 20 santimetr. 23'te isə bizə verib x kvadratı minus 3x plus 1 bərabər 0 olarsa, bizdən x kvadrat plus 1 bölü x kvadratını cəminin qiymətini hesablayın. Aha, neyniyək uşaqlar? Gəlin biz bunu belə yazaq. Viet nə yazaq? x1 ilə x2-nin cəmini 3 yazaq. x1 ilə x2-nin hasilini isə 1 yazaq. Bunu bilirik. Düzdür, bunu saxlayıram. Və mənə veriləndən istifadə edirəm. Bərabərdir. Bunu uşaqlar yazıram. X bir də saniyə. Bunu yazıram. Hansı formada yazım bir də saniyə. Yox, onda uşaqlar bunu hələ ki saxlayaq. Onu gəlin belə yazaq. Baxın, heç buna ehtiyac yoxdur. Bunu yazıram. X kvadrat çıxal 3x-a dəymirəm. Keçirəm bu 1-i bu üzə. Deyirəm -1. Burada x-i çıxarsam mötərizə xaricini alıram. X çıxal 3 bərabərdir -1. Burada x çıxal 3-ü tapsam nə eləyir? -1 bölü x. Düzdürmü? -1 bölü x. Və bunu bu bir tərəfə keçirsəm, bu -3 sağa atsam, alıram. X üstə gələk 1 bölü x bərabərdir -3. Belə bir asıllıq alıram. Mən də bunu verib. İndi bu x kvadrat üstə gəl 1 bölü x kvadratının əvəzinə yazıram nə? X üstə gələk 1 bölü x-in mötərizəsinin kvadratı hasilini kimisi? Bu vuraq 2 eləyir 2 bərabərdir. Bu var. Neçədir? 3'dür. Kvadratı eləyir 9 çıxaq 2 bölü 7. Cavabımız var 7. Əslində rahat bir şeymiş. Bu yoldan bir 2 dəqiqə olar fikirləşirəm ki, bu necə yazaq. 24'də isə A ədədi kvadratın perimetrinin diagonalının nisbətinə bərabər olarsa. Deyir ki, A ədədi kvadratın perimetrinin diagonalına olan nisbəti olarsa. A'nın tam hissəsini tap. Uşaqlar necə tapaq? Perimetrimiz nədir? 4 dənə A'dır. Kvadratdan söhbət gedir da, düzdürmü? Yəni baxın, kvadratı düşünün. Tərəfi A'dırsa, tərəfi nədir? Perimetr nədir? 4'dir. Və diagonal nədir? A kökdə 2'dir. Diagonalı da A kökdə 2'dir. Deməli A bərabərdir. Bunu yerinə yazıram. Perimetrin əvəzinə yazıram 4A bölü A kökdə 2. Burada A'lar ixtisar geçsə 4 bölü kökdə 2 qalır. Düzdürmü? Hər tərəf kökdə 2'yə vursaq 4 kökdə 2 bölü 2. Bu da deyir 2 kökdə 2. A'nı tapdıq 2 kökdə 2. Bizə nə deyir? A'nın tam hissəsini tap. Uşaqlar 2 kökdə 2 nədir? Vurğu köklərinin altına salsaq kök hətta 8 deməkdir. Kök hətta 8 hansı iki ədəd arasında yerləşir? 2 ilə 3 arasında. Düzdürmü? Burada kök hətta 8. Niyə? 2 kökdə 4 deməkdir. 3 isə kökdə 9 deməkdir. Kök hətta 8 isə kökdə 4 ilə kökdə 9'un arasında yerləşir. İndi bu nə deyir? A'nın tam hissəsini tap. Tam hissəsi 2 tam neçədir? Düzdür? Cavabımız olar 2. Sonra 25'də isə 25-ci suala baxaq. Şəkilə əsasən x-i tap. Şöyle gəlin bunu şəklin üzərində tapaq. Ən yaxşısı budur. Buradan bir dənə diagonal indirəcəm bura. Düzdür? Bura 10. Bura 10. Bura nə olur? 10 kökdə 2. Düzdürmü? Baxın. Şəkili çalışacağım çəkməyə. Bura 10, bura 10. Buranı tapdım 10 kökdə 2. Fəqonla da. Və burada da belə bir düz cavab var. Düzdürmü? Bura 2'dir, burada x. İndi hipotenuzu 10 kökdə 2'dirsə, mən bu 2'nin çıxsam bundan taparım. X'in kvadratı bərabərdir 10 kökdə 2'nin kvadratı çıxar 2'nin kvadratı. Alıram burada nə? X'in kvadratı bərabər 10 kökdə 2'nin kvadratı deyir 200 çıxar 4.
X'in kvadratı bərabər 196, x də bərabərdir 14. Bizdən x-i soruşmurdu, o da oldu 14. Bu qədər uşaqlar. Kanala abunə olmağı, bəyənməyi və yazmağı unutmayın. Sağ olun.